Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takib edib videonu bəyənməyi unutmayın. Bu sual dekabrın 14-ü 11-ci siniflərə güvən buraxılış imtahanında salınıb. ABC düzbucaqlı üçbucaqdır. AB perpendikulyardır BC. AD də DC-yə bərabərdir. Bucaq DAC 25 dərəcədir. Bizdən BCD bucağını istəyirlər. Yəni bu bucağı istəyirlər bizdən. Buraya yazaq alfa. Alfa bucağı necə tapacağıq? Bu 25 dərəcədirsə, burada 25 dərəcədir. Çünki bərabər yanlı üçbucaqdır. 25 toplayıram 50, 180-dən 50 çıxıram 130. Çünki üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bura 130 dərəcədirsə, bu da 90 dərəcə daxil məsələdə verilib perpendikulyarlıq şərti. Deməli, alfa olacaq 40 dərəcə. Yəni 130-dan 90 dərəcəni çıxmalıyam. Niyə 130-dan çıxdım? Çünki belə bir qayda var. Qayda odur ki, üçbucağın 2 dənə daxili bucağının cəmi bu bucaqlara qonşu olmayan xarici bucağa, yəni 130 dərəcəyə bərabərdir. Düzgün cavab C variantı olar.